Ramiz Mehdiyev ətrafında gedən ictimai müzakirələr son aylar cəmiyyətin diqqət mərkəzindən düşmək bilmir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil. Burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünə məxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir. Təhlillərə görə Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı kriminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində, parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər özlərinə mövqe qazanıblar. Bu şəbəkənin əsas təhlükəsi isə ondadır ki, ictimaiyyət onların hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETÖ terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETÖ'cülər kimi Mehdiyev şəbəkəsinin nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Mehdiyevin ən sərt tənqidçiləri sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür ki, onlar da təbii ki, çox şübhəsiz ki, göz önündədir ki, niyə bunu edirlər? Öz fəaliyyətlərini ört-basdır etmək üçün, amma təbii ki, bunu uzun müddət gizlədə bilməyəcəklər. Onlar indi müxalif obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu qələmə onların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər. Əslində Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplamağı bacarıb. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi də çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında Mehdiyevçilərin idbar sifətini görmək mümkündür və nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata görə Mehdiyevi ittiham edir və dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Mehdiyevə deyil, prezident administrasiyasına məddahlıq etdiklərini iddia edən çox üzlülər də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev mi olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə bu suallara, yəni bu suallar onlara veriləcək təbii ki, sorğu-sual aparılacaq.